Qazdan istifadə qaydaları təsdiq olunub. Doğru Xəbər Azərbaycan xəbər verir ki, bu haqda Baş nazir Əhli Əsədov qərar imzalayıb. Həmçinin qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ləğv edilib. Qeyd olunub ki, istehlakçının tikinti obyektinin qaz təchizatı ilə bağlı qaz satıcısı ilə qazın alqı-satqısı müqaviləsinin bağlanılması, asan kommunal mərkəzləri yaradılmadığı regionlarda bu mərkəzlər yaradılana qədər asan xidmət mərkəzləri vasitəsilə həyata keçiriləcək. Elektron hökumət informasiya sisteminin xidmət kanalı üzərindən müvafiq sistem operatorunun informasiya sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurların təşkili təmin edilənə qədər həmin sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurlar birbaşa poçt və ya elektron poçt vasitəsilə həyata keçiriləcək.